Bu günləri həyəti təmizlədik. Bilirsiniz ki, havalar soyuyur, payız gəlir, yarpaqlar da saralıb, həyətə tökülür. Bütün həyətimiz yarpaq idi. Öncə həyəti, sonra balkonu sulayırıq ki, toz yatsın. Burada da pəncərəni sulayıram. Mənə belə pəncərə yumaq daha rahat gəlir. Bu tip çiçəklərin alt hissələrini nə zamandır təmizləmirdim. Bunları da çəkib süpürürəm. Bəzən elə bilirəm ki, bina evində qalmaq daha rahatdır. Nəinki həyət evində. Həyət evinin işi çox olur. Həyət evində qalanlar bilir ki, ev işi bitsə də həyət evinin işi bitmir. Fiziki iş adamı bəzən yorur. Burada isə keçmişəm masa tərəfi təmizləməyə. Havalar soyuduğuna görə masa dəstini yığışdırıb bir kənara qoymuşuq. Artıq həyətdə çox da oturmuruq. Bir də baxdım ki, podvalda pomidorum və sokum var. Onları da çıxartdım. Masanın üzərində gördüyünüz. Onları da çıxartdım ki, aparım evə. Otları təmizləyib və başlayıram yarpaqları yığmağa. Siz bu videonu 1 dəqiqəlik görəcəksiniz, amma biz həyəti 2 saata ancaq təmizləyib bitirdik. Bəzən oturub dincəldik, söhbət etdik. Sonda bu turşu bankalarında tozunu yuyub həyətin təmizliyini bitirirəm. Pürrəngi bir çaylar isə videomu sonlandırıram. İndirəklərdə yazarsınız. Həyət evində qalırsınız, yoxsa bina evində. Bizə nuş olsun. Sizlər də bəyənməyi unutmayın. Hələlik.